Bilməyənlər üçün göstərirəm. Mən də bilmirdim. Bu internetdə gördüm, öyrəndim. Yasəməndi sarmaşıqda. Bax, divara bərkitmək üçün. Əvvəl mismardan zaddan vururdıq, ipinə zaddan bağlayırdıq ki, sarmaşıq dırmaşsın. İnternetdə gördüm. Bu belə katinka məftillər satılır da, hazır setkalar. Uzunluğu səhv eləmirəmsə 3 metr olur. İndi də beləsinə 80 hardasa. Burada indi kusok, əlimdə qalan kusokları eləmişəm. Hazır sprey ilə kraskalamışam, divara vurmuşam. Maşa dırmaşsın. Amma o tərəfdə sarmaşığı elə birbaşa yerdən katinkanı divara qədər qoymuşam. İndi bunu da elə eləyəcəm, birləşdirəcəm yuxarı ki, yuxarıya kimi dırmaşsın. Kənarlarına yenə 3 metrəlik. Usta dedim, kusoklar hayf olmasın da, atxot kimi qalmasın. Bu belə rahat dırmaşdıra bilirsiniz. Sarmaşığınızı beləsinə sarırsınız. Qəşəng divara dırmaşır veya zabora.